Salam, hörmətli tamaşaçım, hər vaxtınız xeyir olsun. Həyata baxış verilişi yenə qarşınızdadır. 2 saat ərzində bərabər olacağıq. Çalışacağıq ki, yenə sizin diqqətinizi qazanaq və sizi maraqlandıran məsələlərdə maraqlı söhbət, maraqlı müzakirə ortaya çıxardaq. Bugün biz, mən istəyirdim daha əvvəl, 2 həftə bundan öncəki proqramı kiçik bir xatırlatma eləyək. Bundan əvvəlki həftədə bizim bir mövzu müzakirə edildi, tənha qadın məsələsi və bu çox gözlədiyimizdən artıq reaksiyaya səbəb oldu. Bir çox saytlarda müzakirə olundu, bizə zəng eləyən tamaşaçılar, bizə zəng eləyən insanlar doğrudan da problemin nə qədər ağır olduğunu bizə hiss elətdirdi və bugün də təxmini o problemə yaxın bir mövzunu müzakirə eləyəcəyik. Bəlkə də birinci müzakirə etdiyimiz problem gətirir, bax bu problemə çıxardır. Bu nə olacaq mövzumuz? Ümumiyyətlə, qadınların bir çoxu iddia edirlər ki, istər siyasətdə, istər yaradıcılıqda, istər digər sahələrdə qadınların lider olmaq, vəzifədə olmaq, öndə olmaq məsələsi biraz sıxışdırılır. Qadın olduqları üçün müəyyən yerlərdə əngəllərə rast gəlirlər və ya qadın olduğu üçün ciddi qəbul olunmurlar, qadın olduqları üçün müəyyən kütlənin önünə keçə bilmirlər. Yəni, bu məsələdə bizim müəyyən qadınlarımız şikayətçidir. Əksini iddia eləyənlər də var ki, qadın güclüdürsə, o istədiyi yerə nail olacaq, təbii nail olacaq, amma necə? Bu ona nəyi qurban verməyin sayəsində nail olacaq? Bunu müzakirə eləyəcəyik. Təbii ki, studiyamızın qonaqları Şaiq Sultanov, psixiatr, Nuridə Atəşi, tədqiqatçı yazar, Hafiz Mirzə, yazıcı publisist və Kifayət Cəbiqızı, fəlsəfə üzrə fəlsəfə doktoru. Xoş gəlmişsiniz hər biriniz proqramma. Ümumiyyətlə, adətən deyirlər ki, müğənnilər haqqında daha çox deyirlər ulduz, parlaq sima. Bugün mən onu mənim qonaqlarıma istiqamətləndirəcəm. Hər sahənin öz ulduzu var, parlaq siması var. Bax, bizim burada oturan qonaqlarımızda öz sahələrinin doğrudan da parlaq simalarıdır və bu tərkibi siz çətin ki, başqa kanallarda görəsiniz, başqa verilişlərdə görəsiniz. Əgər bizdən doğrudan da şou qalmaqal gözləyirsinizsə, o zaman siz indidən kanalı dəyişə bilərsiniz. Yox, əgər ciddi müzakirə, ciddi söhbət, ağıllı söhbət eşitmək istəyirsiniz, o zaman tam ünvanındasınız. Başlamaq istəyirəm mən Nuridə xanımla. Nuridə xanımla biz gec-gec görüşürük. Azərbaycanda çünki yaşamır və gələndə də çox sevinirik ki, bizim qonağımız olur. Nuridə xanım, bax, biz desək ki, Azərbaycanda bu qadınlar və qadın-kişi hüquq bərabərliyində, yəni gender məsələsində hər şey qaydasındadır. Bunlar qanunla tənzimlənir. Qadınlar da kişilər kimi istədiyi zaman, əgər o mərtəbəni haqq eləyirlərsə, gələ bilərlər istədiyi yerə və heç bir problem yoxdur desək, siz buna inanarsınızmı və ya bu sözün altına imza atarsınızmı? Gəlin Azərbaycanda deyil, biraz qlobal başlayaq, istəyirsiniz. Sonra Azərbaycana qayıdaq. Sonra Azərbaycana qayıdaq. Əvvəla mən bunun altına imza atmaram. Nəinki Azərbaycanda ki, Almaniyada da bunun altına imza atmaram. Avropada da bunun altına imza atmaq olmaz, mümkün deyil. Və siz inanmayacaqsınız, yəqin Avropada da dəhşətli vəziyyətdir. Və son araşdırmalar onu göstərir ki, Avropada, Almaniyada demirəm, Avropada rəhbər vəzifələrdə qadınların sayı cəmi 12%-dir. Ümumiyyətlə, qlobal. Amma ən lider vəzifələrdə, tam rəhbər vəzifələrdə cəmi 3%-dir. Cəmi 3%. Baxmayaraq ki, bizim kanslerimiz xanım Merkel qadındır və bizim qadın nazirlərimiz var. Amma buna rəğmən cəmi 3% bütün Avropada qadınlar rəhbər vəzifələrdədir. Son 7 il ərzində bu cəmi yarım faiz qalxıb, bu prosent. Onlar istəyirlər ki, indi bunu 40%-ə çatdırsınlar. Qadınların rəhbər vəzifələrdə yerini, layiq olduqları ən azı. Və bu onu göstərir ki, deyirlər, indi deməli bizə 50 il vaxt lazımdır ki, qadınların rəhbər vəzifələrdə rolu gəlib çıxsın ona. Siz görün ki, nə qədər dəhşətli vəziyyətdir Avropada. İndi Azərbaycanı isə siz deyin. Azərbaycanı belə, əgər Nuridə xanım Avropada olan faizi dedirsə, biz
ən yaxşı müqayisə etdiyimiz məqam bu Milli Məclisdə Kifayət xanım, düzdür. Milli Məclisdə biraz gəlin qadınların sənə 20-dən yuxarı olmalıdır əslində faiz, amma 12%-dir hələ ki. Yəni bu hələ Milli Məclisin içini biz götürürük. Ümumilikdə təbii ki, ölkə içində rəhbər vəzifədə tutan qadınları demirəm, amma ən azından Milli Məclisdə. Kifayət xanım, bəs dediyim məsələyə siz necə münasibət bildirirsiniz? Yəni siz inanarsınızmı bu dediyim İlkin Nuridə xanıma verdiyim suala? Xeyr, əlbəttə inanmaram. Deməli, vətəndaş quruculuğu cəmiyyətinə qədəm basmış, demokratik qurmağa qədəm basmış müstəqil Azərbaycan cəmiyyətində Azərbaycan dövləti zaman-zaman qadın hüquqlarını qorumaqdan ötürü müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müxtəlif sənədlər imzalayıb. Amma ki, təcrübə göstərir ki, nə qədər beynəlxalq konvensiya imzalasan, nə qədər qadın hüquqlarını qorumaq istiqamətində sərəncamlar dövlət səviyyəsində verilsə, əgər bunlar reallıqda belə deyilsə, öz əhəmiyyətini itirir. Yəni, nə demək istəyirəm? Onu demək istəyirəm ki, Avropa ilə müqayisə edəndə Azərbaycanda vəziyyət aşağıdakı kimidir. Avropanın bir çox ölkələrində qadınların əldə etdikləri hüquqlar ayrı-ayrı fərdlər, qadınlar özləri əldə ediblər, özləri mübarizə aparıb əldə ediblər. Amma biz ta Sovet dövründən bugünkü günə qədər Azərbaycan qadınlarına verilən bütün hüquqlar yuxarıdan, yəni dövlət səviyyəsində konstitusiya ilə verilib. Və təcrübə göstərilir ki, fərdlərin özlərinin əldə etmədiyi, mübarizə aparıb əldə etmədiyi hüquqlar duruşlu olmur. Yəni, real vəziyyətdə onlar özlərini o qədər də davamiyyətli olmur. Baxmayaraq ki, zaman-zaman biz bu beynəlxalq konvensiyalara qoşuluruq, baxmayaraq ki, zaman-zaman biz də gender bərabərliyi istiqamətində işlər görürük, amma bu kifayət eləmir. Mən əsas bu beynəlxalq konvensiyalardan ən çox önəm verdiyim 2003-cü ildə Avropa Şurasının deməli, siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində kişi və qadınların balanslaşdırılmış iştirakı adında belə bir tərtib etdiyi, belə bir tövsiyə var idi. Və bu tövsiyə ilə bu üzv dövlətlərə, sözsüz Azərbaycan da Avropa Şurasının üzvüdür, üzv dövlətlərə ünvanlayıb, qadınların ictimai həyatda aktivləşməsi istiqamətdə iş görməyi onlara tələb kimi qoyub. Tələb kimi qoyub. Bax, keçən proqramımızda Fazil Mustafa, millət vəkilimiz dedi ki, bu haqq verilməklə olmur. Bu haqq insanın içində olmalıdır, daxilində olmalıdır. Yəni, əgər biz cəmiyyət olaraq bu haqqı qadınlarda görmürüksə, nə qədər qanunla bunu tənzimləmək istəsə belə olmayacaq. Bax, bu məqamda Şaiq müəllimin tam burada yeridir. Şaiq müəllim, hər cəmiyyətin özünün psixologiyası var. Özünün hadisələrə yanaşma tərzi var. Yəni, müxtəlifdir. Məsələn, Avropadakı cəmiyyətlə Azərbaycan cəmiyyətin qadına münasibəti, qadına baxışı, qadına rəftarı bərabər deyil. Bu məqamda, bax, psixologiyamız bizim qadına bu hüququ niyə vermir və ya bu hüququ biz qadına necə verməliyik əslində? İlk növbədə mən həm studiyada olan qadınlara, həm bütün verilişi baxan Azərbaycan qadınlarına böyük ehtiram və hörmətlə bildirmək istəyərdim ki, biz kişilər tərəfdən qadınların hörməti həmişə çox yüksək saxlanılıbdır və indi mübahisə formasında yox, sadəcə fikir mübadiləsini biz etməyə hazırıq. Bəli. Mən belə düşünürəm ki, Azərbaycanda xanımlara münasibət və hörmət həddindən artıq həmişə yüksək və çox incə olubdur. Elə sizin verilişi xanımlara müraciətdən başlamanız onu göstərir ki, siz onlara daha çox hörmət bəsləyirsiniz. Mən düşünmüşəm ki, xanım sözü hardan əmələ gəlibdir. Mənim öz fikrimdir ki, yəqin o incə uşağa xan deyiblər ki, mənim xanımdır, xan sözündəndir. Xanım sözü oradan gəlir. Yəni, kişilər Azərbaycanda daim qadınlara səcdə ediblər. Yalnız bunu düşünə-düşünə də eyni zamanda məntiqdən də uzaqlaşmaq olmaz axı. Bilirsiniz, məntiq də onu deyir ki, bax, bu günəşin bir olub, ətrafında planetlər, ulduzların 4 milyarda yaxın olması, bunu heç kim mübahisə eləmir və heç kim bu barədə veriliş də keçirmir ki, bu niyə belə yaranıbdır. Bu, ilahi qüvvənin, Allah Taala'nın yaratdığı bir möcüzədir. Eyni ilə Allah Taala kişi ilə qadını da yaradıbdır. Yalnız kişini kişi kimi, qadını qadın kimi yaradıbdır və hərəsinə özünə məxsus
həm temperament, həm xasiyyət və bu həyatda rol veribdir. Bunu mübahisə etmək və yaxud bilirsiniz, qarşı-qarşıya qoymaq və kişilərin hüquqlarını, qadın hüquqlarını sual altına qoyaraq, necə deyim sizə, kimisə günahlandırıb, kimisə bəraət qazandırmaq mən hesab edirəm ki, düzgün deyil. Çünki psixoloji cəhətdən hər bir kişinin özünə məxsus xüsusiyyətləri var, qadının da qadına öz rolu var bu bəşəriyyətdə. Kişini, ailəni, tayfanı ilk növbədən qorumaq, sonra evi tənzimləmək, hər bir şeylə qadınınsa nəslini davam etdirmək, uşaqlara tərbiyə vermək və ilaxır və ilaxır. Təsadüfən demirlər ki, bu kişi xasiyyətli qadındır, bu isə qadın xasiyyətli kişidir. Hər halda bir doğrudan da gözə çarpan bir dəyişiklik var ki, bu sözlər bizim həyatımızda var. Boş yerə deyil, təbii. Qadınlar daim kişilərlə bərabər olmaq istəyir. Olsunlar, biz razıyıq, biz onu həmişə alqışlayırıq, amma elə bir şey var ki, o mümkün deyil. Qadınlar da futbol oynayar, qadınlar da ağırlıq qaldırar, ştanga qaldırar. Qadınlar da bu yaxınlarda mən gördüyüm iyrənc formada, güləş trikosunda güləşə çıxıb güləşərlər. Daha onda qadınlığın zövqliyi, gözəlliyi və zərifliyi o haqda biz nə danışaq? Sabah kişilər hamısı yubka geyib çıxsalar, onu qadınlar necə qəbul edəcəklər? Halbuki kişilər çox tənkimlə qadınların şalvar geymələrinə baxırlar və onu çox normal qəbul edirlər. Siz danışa-danışa mən baxıram xanımların üzünə, ikisində də çox narazı sima var. Amma o sözsüz. Hafizlə də çox razı bir sima var. Sözsüz elə olmalıdır. Qadınların siqaret çəkməyini kişilər artıq qəbul ediblər. Qadınların içki içməsini onu da qəbul ediblər. Sabah bizim kişilər dodaqlarına pomada çəksələr və yaxud sürmə çəksələr, qadınlar buna necə reaksiya verəcəklər? Yəni mən demək istəyirəm ki, əlbəttə qadınların çox yüksək mövqeyi olmalıdır, çox gözəl münasibət olmalıdır. Peyğəmbər Məhəmməd deyirdi ki, həccə getmək üçün əgər qadın yoldaşından icazə almalıdırsa, təhsil almaq üçün heç yoldaşından icazə də almamalıdır. Əgər təhsilə onun istəyi varsa və təhsil almaq istəyirsə, heç o icazə də lazımdır. Görün nə vaxtdan qadının rolu nə qədər yüksək yerlərə qaldırılıbdır. Bəs Hafiz müəllim, biz hər iki cinsə qadın kişi deyil, insan kimi baxsaq, bəs onda necə? Ümumiyyətlə, mən düşünürəm ki, dünyanın insan haqları baxımından ölkələrində, indi Nurda xanım da qeyd elədi ki, Almaniyada da belədir, Avropanın digər ölkələrində də belədir. Azərbaycanın özündə də əslində belədir ki, süni şəkildə hansısa direktiv sənədlər, qanunlar çərçivəsində qadınlara müstəsna hüquqlar vermək, onların hüquqlarını süni şəkildə qabartmaq, bu doğru deyil. Mən düşünürəm ki, hər bir insan, yəni bir qadınla kişi qanun qarşısında bərabərdir, amma bir çox məsələlər var ki, onlar o məsələlərdə bərabər deyil. Yəni yazılmamış qanunlarda bərabər deyirlər. Qadının üstünlüyü var, kişinin kişi üstünlüyü var. O mənada biz o süni şəkildə direktiv qanunlar, sənədlər, sərəncamlar şəklində Milli Məclisi süni şəkildə 20% qadın olmalıdır deyə qadınların sayını artırmaqla, prezident aparatında nə bilim neçə faiz qadın olmalıdır hökmü ilə qadınların orada balansın sayını artırmaqla qadınların cəmiyyətdə rolunu artıra bilmərik. Bu təbiətən, fitrətən olmalıdır, içəridən olmalıdır. Yəni hər bir qadın özü fitrətən lider olmalıdır. Süni şəkildə lider yetişdirmək olmaz. Süni şəkildə yetişdirilən liderin liderliyinin də ömrü az olar və bayağı olar, şit olar və çox gülünc olar. Daha çox şou xarakteri daşıyar. Ümumiyyətlə, yaradıcı insanlara, elə elmdə də, incə sənətdə də, ədəbiyyatda da, istər qadın olsun, istər kişi olsun, həmişə ciddi təpkilər olub, həmişə ciddi maneələr olub. Əsl istedad, əsl, belə deyək, lider öz liderliyini sübut eləməkdən ötürü, cəmiyyətə öz liderliyini sübut etməkdən ötürü çox böyük çətinliklər adlamalı olub. Bu, qadınlara da aiddir, kişilərə də aiddir. Bunu, indi bir qədər, burada bir fərq ondan ibarətdir ki, Azərbaycan qadını ailədə nə qədər aktiv olsa da, ailədə, belə deyək, öz liderliyini formalaşdıra bilsə də, nədənsə cəmiyyətdə Azərbaycan qadını o qədər aktiv deyil.
Azərbaycan qadının fitrətən Deyilmi, aktiv deyil. yoxsa Xeyr, aktiv ona olmağa mən mane var? demərəm ki, məxsusi olaraq kişilər qarşılarında bir məqsəd qoyublar ki, biz qadınların qarşısını kəsməliyik, qadınları cəmiyyətin liderliyinə buraxmamalıyıq. Mən psixoloqun, Şaiq müəllimin də çıxışından belə başa düşdüm ki, bu həyatda yaşayırıq, bu cəmiyyətdə yaşayırıq. 5-10 yaşımız yoxdur, müəyyən qədər özümüzə həyat təcrübəmiz var. Mən şəxsən həyatımda görməmişəm ki, hansısa bir qadının məhz qadın olduğuna görə onun qarşısı kəsilir. Görmüsünüzmü xanımlarımız? Yəni qadın olduğu üçün hansısa bir ola bilər müstəsna hallar ola bilsin. Amma müstəsna hallar heç də o əksəriyyət demək deyil. Biz o qızıl ortadan söhbət edirik. Fakta həmən dərhal müdaxilə eləsinlər. Bilirsiniz Ramal bəy, mən təklif eləyərdim ki, biz Kommunist Partiyasının iclasları kimi olmasın. Təbii, biz 2 saat buradayıq. Meydan sizindir, buyurun. Əgər fakt ortadadır ki, qadın Azərbaycanda da, Almaniyada da, Avropada da üzə çıxa bilmir, rəhbər vəzifələrə qoyulmur, ikinci, üçüncü yerləri verirlər bizə, ikinci, üçüncü insan kimi baxırlar, erkək hegemonluğu var. Bunun gəlin səbəblərini birinci axtaraq. Sizcə nədir səbəblər? Olar, mən səbəbini deyim o dəqiqə sizə. Buyurun. Bir psixiatr kimi, bir həkim kimi. Lütfən, psixiatr kimi... Yox, həkim kimi. İncimək lazım deyil. Yox canım, mən İncimək lazım deyil. Bilirsiniz, kişilərin təfəkkürü daha çox analitikdir. Qadınların təfəkkürü və qərar tutmağı daha çox emosionaldır. Xeyr. Bir dəqiqə. Bunu mən demirəm. Tomlar yazılıbdır. Yazanlar kişilər damısı. Bu qadınlar da yazsın bir şey çıxar. Bir dəqiqə. Siz bunu həyatdan da görmüsünüz axı. Qadınlar daha çox emosionaldır. Qadınlar daha çox qərar tutanda emosiyalarına qapılırlar və ondan sonra çox zaman heyslənirlər ki, bu qərarı mən səhv tutdum və ilaxır. Ona görə əgər razı deyilsiniz, onda kişilər hamısı çəkilsin bir qırağa. Onu da razı deyil. Qadınlar düşsünlər qabağa və bütün cəmiyyəti öz arxasınca aparsınlar. Niyə dünyanın bütün ən məşhur ixtiraları kişilərə məxsusdur? Niyə? Çünki qadın arxa öndə olmamalıdır. Qadın elə o kişiyə ilham verməli. Kişiyə ilham verməli. Kişinin bax o kişinin lider eləyən o qadındır. Yəni o qadının dəstəyidir kişinin lider eləyən. Kişinin mən sizə deyim ki, niyə rəhbər vəzifələrdə Nuridə xanımın sualına cavab verim də, niyə belə disbalansdır? Məhz kişilərin təfəkkürü, qadınların təfəkkürü diametral bir-birindən fərqlənir. Yox, qətiyyən bu belə deyil. Siz nə əsaslandırırsınız? Yaxşı, o Şaiq müəllim ümumiyyətlə peşəkardır və o psixologiyanı bilir, insan psixologiyasını bildirir, qadını, kişinin atacağı addımlar nəyə əsaslanır? Və siz də bir fərd kimi, bir yaradıcı insan kimi, siz də əsaslarınızı deyin. Birinci, kişilər güclü qadınlardan qorxurlar. Yəni bu faktdır. Niyə? Qadın güclü, ağıllı qadınları onlar bilirsiniz. Mənə göstərin, məsələn, kişilər istəmirlər ki, güclü bir qadın şef olsun, o mavin olsun. Yəni bunu gidirdə bilmirlər. Onun əlinin altında işləməyi siz istəmirsiniz. Bu sizin düşüncəniz. Bu mən öz təcrübələrimdən danışıram. İngiltərənin kraliçası neçə ildir kraliçadır? Hamı ona tabi olur. Kraliçə liderlik deyil ki, o seçilmir ki, yox, ona tabi olur da bütün kişilər. O sadəcə davam. İcazə verin, xanım fikrini deyib onu əsaslandırsın. Biz çox səbirlə qulaq astıq sizə. Yaxşı, buyurun. Və doğrudan sizin fikirləriniz qadına hörmət eləyirik. Buyurun. Yəni bunlar şablon fikirlərdir. Qadını əvvəla qoymuruq irəliyə çıxmağa, qoymurlar. Və mən öz təcrübələrimdən bunu görürəm ki, hər zaman mənim başımın üstündə birinci ailədən başlayır bu baskı. Ata, qardaşlar, onlar istəmirlər ki, bacı qalxsın, ucalsın, cəmiyyət içində məşhurlaşsın. Ondan sonra o baskı cəmiyyətdə başlayır. Ondan sonra o baskı başlayır. Yəni bu Almaniyada da belədir. Mən bunu Almaniyada da dəfələrlə görürəm ki, istedadlı qadını ümumiyyətlə qoymurlar. Yəni Nuridə xanım, niyə qoymurlar? Niyə o baskı var? O niyə bunu siz kişilərdən soruşmaq lazımdır. Yox, siz düzgün yanaşmırsınız. Siz niyə güclü qadınlardan qorxursunuz? Niyə istedadlı xanımlardan qorxursunuz? Sizə belə gəlir ki, siz güclü qadınlarsınız, biz isə zəif kişiləri, ona görə güclü qadınlardan qorxuruq. Gəlin belə gəlir. Növbəti bir məqamı deyək. Məsəl üçün, bir qadın tutaq ki, əsasən bizim kişilərimizin və qardaşlarımızın, Nuridə xanım dediyi kimi, ailədən başlayan o baskı, əsasən bunun cinsi məsələlərdə ortaya çıxır. Çünki, məsəl üçün, bir kişi evə gec gələndə, işi uzun olanda, onun haqqında heç kim heç nə danışmır. Amma bir qadın evə gec saatlarda gəldiyi zaman qonşular, ətraf, qohumlar dərhal buna
Və Onun da öz kişiləri kökü var. Və hətta kişilər gedirlər, illərlə Rusiyada qalırlar, Moskvada, Leningradda işləyirlər, gəlirlər, onlar oradan nə oyunlardan çıxırlar. Onlar yalnız evə pul gətirsinlər. Heç kim soruşmur ki, sən Moskvada nə işlər çıxdın. Amma bir qadın gedib bir ay xaricdə qalarsa, onun haqqında nələr danışırlar. Mən istəyərdim ki, öz aranızda dəqiqələrinizi elə eləyəsiniz ki, mənə də ağır yetişməsin, qısa deyək, danışaq, sonra Şahiq müəllim bunu əsaslandırsın. Bayaqları Şahiq müəllim deyirdik, səbəb göstərirdi ki, kişilər təbiətən belədir, bunlar bioloji, yəni bunlar həqiqətdir, bunları sübuta yetirməyə heç bir ehtiyacı yoxdur. Amma gəlin, bunun belə olmasının səbəblərinə baxaq. Bax, nəyə görə kişi belədir? Gəlin, o hər hansı bir məhsulu ortalığa çıxardanda, o məhsulun üçün qoyulan investisiyaya gəlin baxaq. Nəyə görə kişi güclüdür? Kişinin güclü olmasından ötürü biz, mən indi yeni bir şey danışmıram. Evdə, bölgələrdə də, şəhərdə də bəzən oğlan uşaqlarına daha çox investisiya qoyulur. Həm fiziki cəhətdən güclü olması üçün, həm digər faktorlar var. Olaraq ona diqqət yönəlir. Maddi mənəvi. İndi deyir, kişilərin təfəkkürləri çox yaxşı inkişaf edib. Gəlin görək, qadın öz təfəkkürünü inkişaf elətdirmək üçün qadının o nə qədər vaxtı qalır ki, onu sərf eləsin, kişinin nə qədər vaxtı. Bayaqlar Nurda xanım deyir, həqiqətən mənim də ürəyimdən keçir ki, indi burada bizim bütün hər cür imkanımız var ki, internetlə EBSCO var, Gestor var, digər dövrü mətbuatlar var, biz içeri getməyimiz lazım deyil. Mənim də ürəyimdən keçir ki, məsələn, hər hansı bir ölkədə bir il qalıb sakit, ev işlərindən azad, öz elmi işlərimlə məşğulum, axtarışlarım. Kim bu şəraiti məcbur yaradacaq? Heç kəs yaratmayacaq. Amma kişilər üçün bunu həm ev, həm cəmiyyət, hamısı yaradır. Çünki Azərbaycan cəmiyyətində, Avropada, bütün cəmiyyətlərdə qadınlar özəl sektora sıxışdırıblar, ictimai sektor isə kişilər üçündür. Hamısı bax bu söhbətdir. Yəni özəl sektorda mətbəx səviyyəsində təbii ki. Mətbəx, ailə, oradan oyuna görmək istəmirlər. Mən də kişi olsaydım, çox rahat Şahiq müəllimin yanında oturardım, Şahiq müəllimi dəstəkləyərdim. Patriarxal cəmiyyət kişilər üçün çox gözəl şərtlər. Bu şərtlər altında hər bir kişi halından çox məmnundur. Amma bircə dəqiqə üzr istəyirəm. Gəlin bütün günahı kişilərin üstünə yıxmayaq. Biz qadınlar çox zaman özümüz günahkarıq. Onu da gələcək. Onu da təbii. Mən cavab vermək istəyirəm. Buyurun Şahiq müəllim. Mən demədim ki, kişinin təfəkkürü qadının təfəkküründən yüksəkdir və yaxud yaxşıdır. Mən dedim ki, fərqlənir. Kişinin təfəkkürü analitik təfəkkürdür, qadının təfəkkürü emosional təfəkkürdür. Bu yüksəkliyinə heç bir dəlilliyi yoxdur bunda. Heç bir dəlaləti yoxdur, yəni ki, təfəkkürün, intellektin yüksək və yaxud aşağı olmasında. Sadəcə analitik və emosional, bu bir. İkincisi, o qadınların xəyanəti barəsidir ki, gec gələndə pis baxırlar. Bunun da öz tarixi kökü var. Niyə qadınların xəyanətində bütün cəmiyyətlərdə həmişə nifrət edici baxıblar, pis baxıblar, məhv ediblər? Kişinkilərdən isə belə demək olar ki, göz yumublar. İndi qadınlar deyə bilər ki, orada da bizim hüquqlarımız pozulub. Xeyr, hər bir qadın tayfaya yad qan gətirə bilər. Kişi isə heç bunu eləyə bilməz, öz tayfası üçün ziyan gətirə bilməz. Tarixi kökləri oradan gəlir ki, niyə qadının xəyanəti daşqala olunubdur, kişinki isə elə belə baxılıbdır. Bu da ona cavab verirəm. Sonra kişinin hər bir pis hərəkətinin bəraəti var. Almaniyadan danışında, mən Almaniya tez-tez gedirəm, hər 2 aydan bir Almaniyada oluram və Almaniyanın psixologiyasını, qadınlarını çox yaxşı bilirəm. Qabaqlar Alman qadınları üçün 3K hərfi müqəddəsidir. Kinder, Küchen, Kirche. Uşaqlar, mətbəx və kilsə. Hətta Napolyon dedi ki, Alman qadınlarını alın, onlar ən sədaqətli və əla xəbər. İndi dəyişibdir. Alman qadınları ilk növbədə professiya, özlərinə iş mütləq tapmalı yox, bir səviyyə çatmalıdırlar. Mütləq. Ayrıca hesabları olmalıdır, avtomobilləri olmalıdır. Bunu da adlandırırlar ki, biz öz hüquqlarımızı qoruyub kişilərlə bərabər işləyirik. Bir də ayrılırlar ki, 35-40 yaşında ailələri yox, uşaqları yox, ailə qurmaq istəyirlər, artıq gecdir. Bunu mən sizə 20 ildə Almaniyaya mən gedirəm. Özdə Almaniyada çox yüksək və güclü əlaqələrim var mənim. 40 yaşında ayrılır ki, uşaqları yoxdur və əlbəttə artıq bu 40 yaşında qadınla ailə qurmaq Alman kişiləri üçün biraz çətindir. Çünki qadın evə gəlib deyir ki, mənim öz hüququm var, mən də yorulmuşam sənin kimi, mənim öz hesabım var, mən də evə pul gətirirəm və ailə başlayır dağılmağa. Ən yaxşı variantında bu ya uşaq evindən özü üçün uşaq götürür
və yaxud boyfriend deyirlər, ondan hamilə olur və elə uşağa baxır. Yəni, mən qəti etiraz edirəm və istəməzdim ki, bizim cəmiyyətdə qadınlar bu formada və bu yolda inkişaf edərək öz müstəqilliyini və kişilərlə öz bərabərliyini bəyan etsinlər. Əslində görürsünüz ki, açıq şəkildə, çox bariz, açıq şəkildə iki bəy qonağımız var. Onlar da ikisi də heç nədən çəkinmədən elmi əsaslandıraraq öz fikirlərini deyirlər. Cəmiyyətimizdə əslində normal belə baxsaq bu düşüncə hər kəs tərəfindən var. Və mən tamaşaçıların nəzərinə çatdırım ki, bax Facebookda bizim səhifəmiz var. Orada aşağıda titrlarda göstərilir. Siz öz mesajlarınızı yaza bilərsiniz və biz orada sorğu keçirdirik. Və orada bir sorğu var. Mən o sorğunun bəndlərini sizin nəzərinizə çatdırmaq istəyirəm. Nə üçün kişilərin bir çoxu, hamısını demirik, bir çoxu xanımların işləməsini istəmir? Belə bir sual yazmışıq və orada müxtəlif cavablar var. Qısqanır cavabı var, qadının iqtisadi cəhətdən sıxışdırmaq məsələsi var. Sonra başqa kişilərə güvənmir, ehtiyacı yoxdur işə. Qadının yeri və işi mətbəxdir. Qadının ən faydalı işi gözəl övlad böyütməkdir. Xanımına inanmır. Bu cavablar var və bu cavabların içində ən çox seçilən cavab 46 nəfər qadını iqtisadi cəhətdən asılı vəziyyətdə saxlamaq cavabını verib. Yəni kişilər bu səbəbdən qadınlarını işləməyə qoymur və proqram müddətincə də bu sorğulara cavab verin və proqramın sonunda bu sorğunu da biz xatırladacağıq. Və telefon xəttində tamaşaçımız varmı? Tamaşaçı bizə qoşulmaq istəyirdi. Elə bilək ki, mənəm telefon xəttində. Hə, var. Cavab bir tamaşaçı zəng eləyib. Alo, eşidirik. Bizim xanımlarımızdan biridir. Azərbaycan xanımlarından biri. Görək bir Azərbaycan xanımı öz yerini bu cəmiyyətdə necə görür və digər qadınların yerini bu cəmiyyətdə necə görür? Buyurun xanım. Alo. Bəli, buyurun, eşidirik sizi. Salam. Hamınızı salamlayıram. Xanım, siz bizim xanımları harda görürsünüz? Bilirsiniz. Mətbəxdəmi, yoxsa vəzifədəmi? Bir dəqiqə, mövzu qədər aktualdır ki və maraqlıdır. Mən baxıram çox diqqətlə. Orada iki kişi, iki qadın əlləşib. Çox ciddi mübahisə aparırlar. Yerlərini təyin ötürü və kimin güclü olduğunu. Bilirsiniz, asta, ağıllı, dəqiq cavab verən insanlar daha ağıllıdır, daha gözəldir, daha keyfiyyətlidir. Çünki Tanrı onları birinci yaradıb və onları daha keyfiyyətli yaradıb. Və eyni zamanda onların ən böyük xidməti odur ki, onlar öz canından can verib ikincini yaradıb. Bugün bilirsiniz problem nədədir? Bu ikinci yaranan birincini qəbul etmək istəmir. İkinci yaranan qadınları deyirsiniz yəni. Qadınları deyir. Birinci yaradıb. Allah Adəm yaradıb. Xanım, bizi dinləyin. Bir dəqiqə. Bizi dinləyin, sual verəcəm. Sual verirəm. Birinci yaranan kişini nəzərdə tutursunuz, ikinci yaranan qadını nəzərdə tutursunuz? Bəli, kişi, bu təqsim olunmaz faktdır da. Bu faktdır, bu elmdir, bu sübutdur. İndi maraqlı bilirsiniz nədir? Maraqlı bundadır ki, bax bu günlərim çox maraqlı bir yazı var. Deyir, axı sənin adın qadındır. Bu böyük bir məntiqdir. Ana qədər müqəddəs qadınsan. Amma qadın kimi çox problemli qadınsan. Amma biz ondan danışmırıq. Bugün biz ondan danışırıq ki, qadın gərək hər bir mənada yerini bilsin, sözünü bilsin. Oturuşunu, duruşunu, bizim nə qədər çox vəzifəmiz yüksək olsa belə, biz qadınlıq adını bacarmalıyıq təbii ki. Bir sual vermək istəyirəm. Niyə bəs o zaman, əgər sizin dediyiniz kimi biz sizin dediyinizə əsaslansaq və bir çox qadınların dediyinə əsaslansaq, o zaman niyə biz tutaq ki, hansısa bir mötəbər məclislərdə, dünyaya çıxdığımız zaman, qadın konferanslarda və ya məclislərdə biz niyə o zaman öz qadın öndərlərimizdən danışanda Natavan kimilər, sonra digər bizim qadın, bizim ictimai fəal olmuş, lider olmuş qadınlar adını bəhbəhlə çəkirik, sinəmizi qabağa verib çəkirik. Amma bu cür belə məqamlarda gəndə biz qadını ora qalxmağa qoymuruq. Sizcə niyə? Yox, əslində bu belə deyil. Biz həmişə qadınla öyünmüşük. Düzdür, siz mənə razılaşarsınız. Axı, onların qadınlığı ondaydı ki, onlar heç bir zaman hədd yolunu keçməmiş. Onlar həmişə cəmiyyətdə, ailədə o kişinin mövqeni, öz mövqeni bilmiş və onların nümunəsində insanlıq tərbiyə olunmuş. Yəni, biz istəmirik Natavanlar yetişsin, digər bizim o cür qadınlarımız yetişsin ki, biz o tarixə baxanda onlarla qürur duyuruq. İstəmirikmi? İstəyirsinizmi siz ümumiyyətlə belə bir qadın cəmiyyətdə, qadınların olmasını? Biz bugün də istəyirik, amma bugün bizim problem nədədir? Bugün problem ondadır ki, elə bil ki, birdən-birə biz o qədər çox özümüzü önə atmağa çalışmalıyıq ki, axı hərənin
tutduğu qədər Aydın. yük verilir ona. Aydın. Biz gələ o yükdən yuxarı çıxmayaq. Təşəkkür edirəm. Nuridə xanım, baxın mən sual verdim. Bizim qadınlarımız, həm qadınlarımız, həm kişilərimiz qadına qarşı istər güvənsizliyi var, etimadsızlığı var. Məsələn, bir qadın evə gec gələndə, tutaq ki, onun haqqında danışan da məhz qadını olur. Qonşuların arasında danışan məhz qadını olur. Bu onu göstərir ki, qadınlar arasında həmrəylik yoxdur. Bir qadını yuxarıda görmək istəməyən yenə qadındır. Və əslində kişilərin belə bir səy göstərməsinə ehtiyac yoxdur. Hələ qadınların özü istəmir bunu. Yəni siz nə düşünürsünüz? Yəni buyurun. Mən sizə bir fakt deyim. Bu yaxında Almaniyanın Köln şəhərində 150 qadın yazarı ilə, qadın jurnalistləri ilə görüş oldu. Avropa Birliyinin vitse-prezidenti xanım Viviana Reding gəldi, Avropa komissarı, orada çıxış elədi. O, həmin Avropadakı bu qadınların kvotasının yuxarı qaldırılması üçün bir erklärung, bir, necə deyərlər, müraciət imzalayıb və orada çıxış elədi. Dedi ki, biz qadınlar, yəni, o deyir, mənim bütün ağıllı başlara, ağıllı qadınlara ehtiyacım var. O dedi ki, 3 il mən oturub Avropada istedadlı qadınları axtardım, güclü qadınları axtardım. Mən bunların hamısını ortaya çıxardıram. Hər ağıllı qadına, ağıllı başa ehtiyacımız var. Yəni, belə qadınlar çox azdır. Mən bunu dəfələrlə özüm yaşamışam Azərbaycanda. Universitetdə oxuduğum zaman qadın müəlliməm gözəl qadınları sevmirdi. Zəhləsi gedirdi o. Və qadın qadını çıxartmır. Əksinə, görməməzliyə qoyur, bir kənara vurur. Və yaxud da ki, mən 5 il bundan qabaq gələndə Azərbaycana, eşitdim ki, Azərbaycanda komitə var, qadın komitəsi, Hicran xanımla oturdum, görüşdüm, söhbət elədim. Bəli, çox mən istəyirdim ki, Azərbaycan, mən keçmişəm, bu yolları yaşamışam və mən, necə deyirlər, sıyrılıb çıxmışam. Nə qədər əzilən qadınlar var, nə qədər aciz, zavallı qadınlar var və bunlara kömək amacı ilə, yardım amacı ilə çox böyük mənim proyektlərim var idi. Və mən gözləyirdim ki, deyəcəklər ki, belə bir qadına ehtiyacımız var, gəl və sənin gücüvə ehtiyacımız var, sənin başıva ehtiyacımız var. Və bunları mən Almanlardan görəndə, mən üzülürəm ki, doğrudan da mı bunu Azərbaycanda görmürlər, görmədilər və onu hər addım başa hiss eləyirəm ki, yəni bizim qadınlarda yoxdur ki o. Siz, məsələn, mən bugün sizi gördüm ki, bizim belə qadınımız var. İnanın, mən fəxr elədim. Kəşkə 10 dənə, 15 dənə belə qadınımız olaydı. Və dərhal bu qadının qolundan tutub... Var, amma hamısını bura çağıra bilmirik. Bu qadının qolundan tutub çəkmək lazımdır ki, sən kömək eləyə bilərsən cəmiyyətə. Siz belə gözəl, belə ağıllı qadınsınız. Niyə belə həyəcanlı danışırsınız bunu? Kişilər həmişə qadınlara, bu Sovet lozunqu deyil, siz demişkən, çox mərhəmət yox, çox belə hörmət və çox incə bir hisslə yanaşırlar. Neyinirsiniz ki, fizioloji cəhətdən kişini Allah Taala bu formada yaradıb, qadını bu formada. Heç eşitmişsiniz ki, hansısa kişi desin ki, ay Allah, mən qadın olsaydım neyinərdim? Elə kişilər, qadınlardan əfsus ki, bir çoxundan daim eşidirsən ki, mən kişi olsaydım belə edim, mən kişi olsaydım belə eləyərdim. Neyniyəsən ki, indi bu Allah Taala kişini belə yaradıbdır, qadını belə yaradıb. Bu cinsi fərq qadınlarda əfsus ki, böyük bir kompleks yaradır, bilirsiniz. Mən bunu sizə yenə öz fikrim deyil. Freud, Jung, Adler'in möhtəşəm əsərlərinə mən əsaslanaraq bunu sizə deyirəm ki, bu komplekslər oradan gəlir. Qadının şuur altı təbəqəsindən gəlir ki, o kişi kimi ola bilmir və ona görə daim bir kişini göstərin ki, qadınla mübarizə aparsın. Siz deyirsiniz ki, siz niyə ağıllı qadınlarına qorxursunuz? Mənim üçün bu təəccüblü gəlir. Niyə mən ağıllı kişidən qorxmayım, ağıllı qadından qorxuram? Bunu etiraf etmirsiniz. Yox, mən əgər ağıldan qorxuram, elə ağıllı kişidən də qorxaram da. Bu bir. İkincisi bizim psixiatri klinikasında. Əslində ağıllı kişidən daha çox psixiatri klinikası, yəni ki, ağır təbabətin ağır bir sahəsi olan psixiatriyada bizim klinikada 90% qadın işləyir. Qadınlar işləyir və çox gözəl işləyirlər və biz onlara çox böyük... Vəzifədə, rəhbər vəzifədə var. Bəli, şöbə müdürləridirlər və... Şöbə müdürləri. Siz o qadını klinikanın rəhbəri qoyarsınız mı? Klinikanın rəhbəri Şahid müəllimdir. Görürsünüz, siz özünüz. Bir çox süni şəkildə... Bir qadın o klinikanın rəhbəri olsun, siz ona müqabilir. Mən deyə bilmərəm ki, hansı klinikalarda qadınlar baş həkimdirlər. Mən bildiyim, Uşaq klinikasında Rumiyə xanım Sultanı baş həkimdir,
qadınların o ginekoloji xəstəxanasının Faizə xanım Əliyeva, o qədər bizim rəhbər qadınlarımız var. Bunlar... Elə Hicran xanım özü Uşaq və Ailə Komitəsinin sədri. Orada kişi qoyardınız da gərək. Bəli. Orada kişi qoymaq lazım idi. Siz zarafata salmaq istəyirsiniz. Mən xahiş edirəm. Əgər bir ciddi söhbət aparırsa, bunu zarafata salmayaq. Yox, qadın komitəsində bizə tamaşaçılara baxırlar. Gəlin biraz ciddi yanaşaq bu məsələlərə. Çox ciddiyəm. Ramal bəy, biz o səbəbləri araşdırmağa çalışırdıq ki, qadın və günahı gəlin kişiləri qoyaq bir kənara. Okey, onlar müqəddəsdirlər, hər şeyi haqlısınız və siz qadına gözəl münasibət bəsləyirsiniz, bizə müqəddəs baxırsınız filan. Okey, sizin psixoloq kimi bütün hörmətim var, bütün fikirlərinizə. Amma mən günahı qadınlarda görürəm çox zaman və çox zaman biz qadınlar özümüz karyeranı vaz keçirik iş həyatından və özümüzü bilə-bilə qurban veririk. Cəmiyyətin qanunlarına, ailəyə, uşaqlara, ondan sonra gözəl ailəmizə, şəxsən mən özüm bu qurbanların necə bizim bir canlı qurbanımız oturub orada və niyə veririk? Yox, bilirsiniz necədir? Mən məsəl üçün inanmıram ki, hər hansı bir karyerasında zirək olan bir qadın ailəsini idarə eləməkdə, uşağına tərbiyə verməkdə zirək olmasın. İnsan ağıllı Amma kişi qoyurmu ki bunu? İnsan ağıllıdırsa hər tərəfli ağıllıdır. Ailəni idarə eləməkdə də, uşağı ilə də ağıllıdır. Söhbət ondan gedir ki, bayaqları deyir ki, mən nə bilim, kaş kişi olsaydım. Bu sözü deməklə həmin qadın mövcud quruluşu olan üsyanıdır, protestidir. O kişi olmaq istəmir. Demək istəyir ki, kişilər üçün kaş yaradılan imkandan mənim üçün də yaradılaydı. Siz deyirsiniz ki, qadın, mən də qadınları günahlandırıram. Amma gəlin Azərbaycan cəmiyyətinə bir balaca, bir daha diqqətli bir nəzər salaq. Azərbaycan cəmiyyətində qadını, ağıllı qadını yıxmaqdan ötürü, karyerasından çəkindirməkdən ötürü birinci növbədə onun əxlaqını kölgə altına qoyurlar. Bəli. Bu kişilərin və qadınları vəzifədə olan qadını istəməyən digər insanların ən böyük strategiyalarıdır. Tam doğru. Və mən özüm hal-hazırda Azərbaycan Dinləri Universiteti, hər kəs bilir ki, kifayət qədər demokratik bir universitetdir. Uzun illər mən Xəzər Universitetində işləmişəm, o da demokratik bir universitetdir. Amma arada məni bir vəzifəyə yeni yaradılmış bir dövlət institutunda dəvət elədilər, kafedra müdüründə. Həmən kafedra müdürlüyündə mən özüm də bilməzdim ki, mən ən böyük kafedra, 74 nəfər müəllimi olan bir kafedranı mənə verdilər. Mən istəmirəm bu söhbəti şəxsiləşdirəm, amma fakt olaraq bunu deyim. Mən deməli, bir dənə də özüm bildiyim o səhvsiz insan yoxdur. Səhər 8-dən axşam 8-ə qədər öz potensialımı tam realizə edirdim. Çünki hər kəs bilir ki, Xəzər Universiteti kredit sisteminə ən birinci qoşulur. Yəni mən orada o konservativ fikirli, mühafizəkar idarəçilikdə olan kişilərin əlindən orada mən nəfəs ala bilmədim. Və məcbur oldum ki, öz xəstələnməməkdən ötürü, öz sağlamlığımı qorumaqdan ötürü öz xahişimlə oranı qoyum çıxım. Və bu günləri demirəm mən karyeramla məşğul deyirəm. Mən adi müəlliməm. Bu günləri daha çox karyeramla məşğulam. Sən demə, karyeramla məşğul olmaq üçün vəzifə lazım deyil. İnsana vaxt lazımdır. Və vaxtı düzgün bölüşdürmək. Üzr istəyirəm. Hər bir karyera, ümumiyyətlə bizim həyatımız mübarizədir. Mübarizədir. İlk gündən insan mübarizə aparır. Nəyəsə nail olmaq üçün, hansı səviyyəyə çatmaq üçün. Yəqin kişilərin o güc potensialı, sonra psixoloji potensialı, ondan sonra iradi potensialı bir qədər qadınların iradəsindən, sonra emosional durumundan bir qədər yüksəkdir. Çünki qadınlar zərif qadınlar axı, zərif məxluqdurlar. Zərif filan deyilik. Siz tamaşaçılar bizə fikir yazıblar. Mən tamaşaçıların bizə fikirlərini oxuyum. Deməli, bir xanım bizə yazıb ki, gəlin özümüzü aldatmayaq. Bizdə Azərbaycanda qadınlara dəyər verilmir. Kişilər qol gücünə arxayındılar. Qadına hörmət yoxdur. Və deyir, mən ailəliyəm, bir evladım var. Bu vaxta qədər bankda işləyirdim. 4 ildir ki, ailə qurmuşam. Yoldaşım qətiyyən işləməyimə narazıdır. Olmaz deyir. Ehtiyac da var, amma olmaz deyir. Yəni, bu bir tərəfdən xanımın yazı. Və o bir deyil, yüzlərlə, minlərlə qadınlar var. Almaniyada da başlanıqlara belədir. Sonra qadınlar... Yazıq Azərbaycandan niyə söz atırlar? Xəyalə Əlizadə Germaniya. Sonra bir xanım yazıb ki, qadın kişidən asılı qalanlara, qadınlara
qadının güya kişilərdən asılı olması qadınların özünə xoşuna gəlir. Və çox gözəl bir. Gəlin elə duraq bunun üstündə. Bunun üstündə çox gözəl. Və bunu elə qadınlar var. Hafiz mən danışmaq istəyirəm. Bir dəqiqə. Siz özünüz artıq bərabərliyi pozursunuz, sonra deyirsiniz ki, kişilər hegemonluq eləyir. Danışın da. Abi imkan verin də, mən siz səninlə dinləyirəm, siz topu almışsınız, bir-birinizi atıyorsunuz. Nuridə xanım, o məsələni siz xatırlayacaq, qoyun Hafiz mənim burada səslənmiş fikirləri desəm. Ramal bəy, mən yenə də o fikri vurğulamaq istəyirəm ki, bizim Azərbaycan cəmiyyətində məxsusi olaraq qadına aqressiv, düşmən bir münasibət yoxdur. Bu həm dində belə deyil, yəni dində qadına çox böyük ehtiram ifadə olunub, həm cəmiyyətdə və hər bir ailədə. Bu həm də nədən irəli gəlir? Çünki bizim kişilərin psixologiyasında qadına həm bir namus, qeyrət mücəssəməsi kimi bir baxmaq var, dayanır. Qadını qorumaq hissi kişinin elə bil ki, o kişiyə bir güc verir, həm də kişinin bir elə bil ki, bir yazılmamış vəzifələrindən biridir ki, o qadını qorumalıdır. Qadını saxlamalıdır, xanım kimi saxlamalıdır. Onun bütün istəklərinə, özünü bütün əzablara qatlaşaraq öz qadınına, öz xanımına xidmət eləməlidir. Və bu hisslər, yəni bu qadına olan bu qədər belə o şirin hisslər, belə ali hisslər, uca hisslər imkan verir ki, qadını bəzən o yad nəzərlərdən daha çox qorusun. Çünki kişi daha çox bilir ki, kişilərin olduğu mühitdə qadınlara hansı münasibət bəslənilə bilər. Yəni bu qadının həyat və dünya təcrübəsi bir qədər cəmiyyətdə az çıxdıqlarına görə, kişi qədər olmadığına görə qadınlar onun fərqində olmurlar. Amma kişi bilir axı, yəni əksər kişilərin və harda pul daha çox oynanılan yerdə qadınlara hansı münasibət bəslənilə bilər. Ona görə o xanımını ora qoymur. Və onun xanımını qoymamağında bir despotizm axtarmaq lazım deyil. O qadınına ehtiram, məhəbbət, sevgi axtarmaq lazımdır. Biz niyə elə hər nəyi üstünlük şəkildə bağlayırıq ki, Azərbaycan kişisi sanki Azərbaycan qadını Azərbaycan kişisinin düşmənidir. Bu ağlasıxan düşüncə deyil axı. Əslinin əksinə Azərbaycan qadını Azərbaycan kişisinin qəlbidir, ürəyidir, məhəbbətidir, həyatıdır. Və o Azərbaycan kişisi öz qadınına, öz xanımına xidmətdən fəxr eləyir, o həzz alır. Yəni qadın namus məsələsidir. Təkcə yox. Həm də kişinin elə bil ki, necə deyər, qarşıda bir məqsəd olmalıdır ki, nəyə xidmət eləyirsən. Azərbaycan kişisi daha çox öz ailəsinə xidmət eləmək istəyir. Və ailəsində də əsas sima qadındır. Və təbii ki, öz qadınına xidmət eləmək istəyir və öz qadınını qorumaq istəyir. Və bu düşüncələr həm də buradan gəlir. Biz əgər Azərbaycan kişisini laqeyd buraxsıq, yəni öz ailəsinə, öz xanımına qarşı laqeyd buraxsıq, sonra Azərbaycan qadını həmin o kişini, o cür kişiləri qəbul eləməyəcək. Artıq Avropanın özündə laqeyd, o light erkek deyirlər, o laqeyd kişiləri, o xanımlar bıkıblar artıq onlarda, onları qəbul eləmək istəmirlər. Onlar bir qədər sərt, bir qədər emosional türk kişisini, müsəlman kişisini istəyirlər. Nə üçün? Çünki o müsəlman, şərq, türk kişisində həmin o qadına qarşı daha böyük simpatiya var, daha böyük rəğbət var. Bunların axı buradan gələn tərəfi də var. Bax, bayaq tamaşaçı yazdığı məqam budur ki, Nuridə xanım da buna münasibət bildirmək istəyir ki, qadınların özləri bunu istəyir. Kişidən asılı olmaq, kişi yumruğun altında. Qadın xanım olmaq istəyir. Mən bir sorğu keçirtmişdim. Müəyyən bir istisna ola bilər də. Məsələn, bir 10%, 1%, 2% qadınlar var ki, onlar erkək xarakterli, onlar kişi kimi qadın olmaq istəyirlər. Lider olmaq istəyirlər, kişi kimi lider olmaq istəyirlər. Amma böyük əksəriyyət kişilər axı burada səslənən fikirlər belədir ki, hər kəsin öz şəxsi düşüncəsi var. Deməkdə sərbəst azaddır. Razılaşmaya bilərsiniz, amma təbii bu diskusiya açıq olmalıdır. Buyurun. İndi o məsələyə gəlmək istəyirsiniz ki, qadınların özləri kişilərin əsarəti altında olmaq və kişilərin asılı olmaq istəyir. Bu faktdır, var və tamaşaçı da yazıb. Buna qarşı argumentiniz varmı ki, yəni niyə biz... Əlbəttə, yox, haqlıdır. Yəni, belə faktlar var və çoxdur və qadın çox zaman rahat yolu seçir. Dəfələrlə, yəni bunun şahidiyik hər yerdə. Almaniyaya gəlir, məsələn, dəfələrlə mən görmüşəm, gözəl, göyçək qız, ali təhsil almış, savadlı, deyir ki, mən istəyirəm, mən bir zəngin kişi tapım, burada məni saxlasın. Deyirəm, sən inəksən, səni saxlasın, ya... Və qadınlar çox vaxt özləri rahat yolu seçirlər və bir qadının ümumiyyətlə özgürlüyünü qazanmağı üçün, cəmiyyətdə yerini qazanmağı üçün, karyeri yapmağı üçün birinci bu İngilis yazarının sözüdür, deyir, bunun üçün birinci kəndinə aid bir otağın və paran olmalıdır. Bir qadın deyə bilməlidir ki, mənim param var. Mən kişidən asılı deyiləm. İqtisadi cəhətdən güclü olmalıdır qadın. Əlbəttə, kişinin təpikləri altında
inildəməməlidir, özünü atmamalıdır, ya 10 manat üçün ona möhtac qalmamalıdır ki, sən mənə 10 manat ver, mən gedim. Yəni ona görə mən çox qadınlara bu günaha verirəm ki, onlar özləri qalxmırlar ayağa. Qalxmaq istəmirlər ki, mən istəyirəm özüm öz ayaqlarım üstündə durum. Yəni ən böyük mənim üçün qələbə odur ki, özüm bacardım. Hə? Güzgünün qabağında durub deyəsən ki, çiynimə mən vururam hərdən ki, özüm bacardım. Yəni bunu bacarmaq çox gözəldir və mən bunu arzulayıram qadınlarımıza ki, sıyrılsınlar onlar o kişilərin ehtiyacları altında, onları o ehtiyacdan qurtalsınlar, özləri öz paralarını qazana bilsinlər. Ağlıma bir şey gəldi. Bax, sizin kitab yazmışdınız Amazonkalarla bağlı və o çox söz-söhbətə səbəb oldu. Çox müzakirədə. Əsasında kişi, bəzən hətta siz mənim proqramıma gəlməmişdən əvvəl onu o zaman demədim, amma buradan deyəcəm, ad çəkmədən təbii deyəcəm. Mənə zəng elədilər ki, Nuridə xanım sizin proqrama gələcək, eşitdik, çünki anonslar getmişdi, eşitdik ki, bəs əgər mümkünsə çıxış eləməsin, iştirak eləməsin. Mən də dedim ki, xeyr, bura Azərbaycan Respublikası demokratik ölkədir, biz demokratik televiziyada işləyirik, yəni siz kimsiz? Yəni, məlum oldu ki, sadə vətəndaşlardan biri olmasa da elm sahəsindədir, yəni vəzifəli şəxs deyil, sadəcə bu öz içindən gələn, bu sizin bəlkə də yazdığınız, qadınlar üçün bəlkə yazdığınız o kitaba qarşı, bəlkə də kişilər haqqında yazsaydınız, daha da siz yuxarılarda olardınız, daha da sizi hər kəs alqışlayardı, daha da siz məşhur olardınız və bütün televiziyalara gedərdiniz. Amma məhz araşdırıb qadınlar haqqında, güclü qadınlar haqqında yazdığınız üçün bəlkə mən düşünürəm belə çox pis qarşılandınız və sizə qarşı təzyiqlər oldu. Bunu belə əlaqələndirmək olar, yoxsa necə? Bilirsiniz, ortaya çıxan adam döyülməkdən qorxmamalıdır. Sizin dediyiniz kimi böhtandan, şərdən qorxmur. Mən bir şeyi qarşıma məqsəd qoymuşamsa gedəcəm. Mən 15 ildə Amazonları araşdırıram, Qafqaz Amazonlarını və artıq mən qəbul olmuşam Azərbaycanda. İlk dəfə olaraq mən doktora müdafiə eləyəcəm Azərbaycanda, yəni Qafqazda Amazonların tarixi və piyes də yazmışam. Bu və arzu eləyirəm ki, bu piyes Azdramada qoyulsun və təqdim eləyəcəm bunu bugün. Və bu tamaşaya baxan hər bir qadın özünü bir Amazon kimi hiss eləyəcək. Və əlbəttə mənim amacım qadınları güclü eləməkdir, qadınlara özlərini tanıtmaqdır. İndi deyirlər, Qafqazda tarix boyu 100 illərlə qadınlar hökmranlıq eləyiblər. Talestris, Qafqazın son Amazon hökmdarı Talestris olub. Matriarxat elə dünya böyük matriarxat olubdur. Nuridə xanımın çıxışları sizin qorxuzur. Hər sözümə qarşı qorxuzur Nuridə xanımın dedikləri sizi bir kişi kimi qadınlar hakimiyyətdə gəlsin. Məndə təbii bir sual yaranır ki, qadınlara kim mane olur bizim cəmiyyətdə? Və hansı yolla mane olurlar? Məktəbdə oxuyurlar, institutda oxuyurlar. Sonra hansısa bir sənətə nail ola bilərlər. İnkişaf edir. Kim onlara mane olur? Mən o mane olmaq mexanizmini görmürəm. Kifayət xanım cavab vermək istəyirsiniz sualınıza. Biz faktlardan danışırıq, onları ortaya çıxartmaqdan danışırıq. Kim mane olur? Bax, bayaqları siz itaətkar qadınlardan danışırdınız ki, sığınmaq istəyirlər, kişi dəstəyinə ehtiyacları var. Nəyə görə? Çünki biz güclü qadınları təbliğ eləmirik. Ortada bir rol model yoxdur. Kimə özlərini oxşatsınlar? Bizim Azərbaycanda bu günləri Azərbaycan cəmiyyətində hansı güclü qadının təbliğatı gedir? Bu yola gəlməyin. Mən öz universitetimizdə hər il demək olar ki, Margaret Thatcher'ın bu vəzifəyə gələnə qədər yolunu araşdırmaq üçün dissertasiya mövzuları veririk. Bu araşdırılır. Hanı bizim Margaret Thatcher'ımız, rol modelimiz ki, onu da bizim qadınlarımız baxsınlar, güclü olmağa çalışsınlar. Kimdir bizim güclü qadınlarımızın təbliğatı ilə məşğul olan? Kimdir bunlar üçün stimullar axtaran? Hardadır bu qadınların aktivləşməsi üçün hər hansı bir proqramı irəli atan? Hər kəsə bugünkü gündə çox belə rahatdır ki, qadınlar belə itaətkar olsunlar, evdə xidmət eləsinlər, rahat gəlsinlər evlərinə gələndə, görsünlər ki, evdə qadınları var, qapını açdı, çay istidir, xörək istidir. Yəni qadınlarını ən yaxşı halda bunlar xanım deyirlər, amma xidmətçi və yaxud da əllərinə xidmətçi verib o xidmətçinin üstündə bir menecer görmək istəyirlər. Ondan oynasını bizim kişilərimiz görmək istəmirlər, qəbul eləmək istəmirlər. Bayaqdan bizim emosional olmağımız, biz emosional deyilik, biz səmimiyik və səmimiyyətimizə görə də danışanda bu səmimiyyət bizim cizgilərimizlə biruzə verir. Heç vaxt biz özümüzü, o kişilərin kompleksindən irəli gəlir, özlərini cool, rasional göstərsinlər, yığıb yığışdırsınlar. Biz səmimi olduğumuz
aldığımıza görə onu biz jestlərimizlə, mimikalarımızla öz fikirlərimizi respondentlərimizin nəzərinə çatdıra bilirik. Bəli, Şaiq müəllim. Kinoya baxanda Hind kinosuna daha çox kim ağlayır? Mən Hind kinosuna baxmıram, bilmirəm kim Mən ağlayır. belə nümunə kimi götürürəm. Hansısa bir emosional momentdə filmdə kim ağlayır daha Qadın, çox? çünki oradakı əzilən qadına özünü Mən oxşadır, öz gününü ağlayır. Qadından danışmıram. Hər hansı bir emosional... O yasa gedən öz ölsünü ağlayır. O yasa getdiyi yas... Siz məni sualımdan yayından xahiş edirəm. Siz bunu da inkar edirsiniz ki, kadınlar kişilərdən emosionaldır. Emosional deyil, rasionaldır kişilər. Necə? Qadınlar rasionaldır. Kişilər daha çox, bir də görürsünüz ki, söz deyə bilmir, söz mübarizəsində çox acizdirlər, əllərini bıçağa atır. Hər hansı iki dava edən qadını görmürsünüz, bıçağı əl atsın. Sözlə danışırlar. Bir tamaşaçımız yazıb ki, kişilər daha çox qadınların 40 yaşından sonra işləməyə icazə verirlər. Deyirlər ki, 40 yaşına gəlsin, 40 yaşından sonra işləyər. Yəni bu əsasən də əsaslandırırlar ki, inamsızlıq məsələsidir ki, qadın birdən həyat yoldaşını aldadar. Bu bir məsələ. İkinci bir müzakirə İkinciyə keçməmiş olarmı? Bir dəqiqə. Doğrudan bu Azərbaycanda çox qadına baxışın, pis baxışın bir növüdür. Qadın 30 yaşından sonra yaşlıdır deyirlər. Hə? Və yaxud da ki, Almaniyada, Avropada qadın 50 yaşına qədər gənc qadındır. Qadındır. Burada deyirlər, yox, o görürsünüz 40 yaşında artıq bu heç kəsə lazım deyil. Hə, bunu çölə buraxmaq olar. Əksinə, qadın 40 yaşından sonra yetişmişdir, yetişib. Siz necə baxırsınız bu Mən fikrə? sizinlə tam razıyam. Tam məhsuldar bir dövrün yaşayır. Əsas təkmilləşmiş, kamilləşmiş bir dövrün yaşayır. Amma ki, o 40 yaşınacan qadını buraxmırsa, yenə də o kişinin kompleksindən irəli gəlir. Əgər qadın namuslu qadındırsa, fərqi yox deyə onu hara buraxırsan burax. Onun heç bir fərqi yox. Buyurun. İkiniz də danışın sırayla. Buyurun, amma dəqiqəni... Buyurun, Şahiman. Məni təəccübləndirən odur ki, qadınlar elə belə küsülü, incili halda danışırlar. Mən başa düşmürəm. Biz öz fikrimizi deyirik. Əgər bu cəmiyyət kişi və qadından ibarətdirsə, deməli bu cəmiyyətin, hər hansı bir cəmiyyətin inkişafı birgə getməlidir. Siz biləydiniz ki, bizim qeydiyyatda olan narkomanlar, alkoqoliklar hansı ailələrdən çıxır? Həmən o ailələrdən ki, orada qadının nəzarəti yoxdur, uşaq qalıb başlı başına, kişi işləyir, evə pul gətirir, qadın da hansısa bir ictimai işlə və yaxud bizim xanımlar təqdim etdiyi kimi karyera ilə məşğuldur, uşaqlar qalırlar başlı başına. Əgər belə olsa, Kifayət xanım deyir ki, kişi istəyir evə gəlsin, evdə isti olsun, çay olsun, təmizlik olsun. Gəlin əksini götürək. Kişi evə gəlsin, evdə zibillik olsun, çay olmasın, qadın da evdə olmasın, kişi belə bir evə gəlsin. Kişi gəlsin, evə zəhmət çəksin, yeməyini bişirsin, çayını özü dəmləsin. Gözəl. Gətirsin, qadının da qabağına çay qoysun. Kifayət xanım, sizin arqumentləriniz Azərbaycan ailəsinin nəhayətdə dağılmasına aparıb çıxaran arqumentlərdir. Yəni fikir, düşüncələrdir. Biz Azərbaycan qadını güclü eləmək istəyirik. Ailə də bir dövlətdir, dövlətin bir kiçik modelidir. Ailədə hər kəs öz yerində olmalıdır. Yəni artıq minilliklərdən, bəlkə də 100 minilliklərdir ki, kişinin cəmiyyətdə və ailədə liderliyi qəbul olunub. Bu özünü təsdiq eləyib. Çünki əvvəl matriarxat dövr oldu. Bu özünü təsdiq eləyə bilmədi. Və nəhayət patriarxat dövr iqtidara, yəni belə də əlinə aldı və o özünü indiyə qədər təsdiq eləyib və bəşəriyyət kişinin liderliyi altında müasir dövrə gəlib çata bilib. Əgər qadın matriarxat dövrü daha münasib olsaydı, daha real olsaydı, daha effektli olsaydı, təbii ki, indiyə qədər həmin matriarxat dövrü davam eləyərdi. Amma bir məqam var ki, ailə mən bayaq qeyd elədim ki, ailə dövlətin ən kiçik modelidir. Ailə, hər birimiz ailədən çıxmışıq və hər birimiz bir fərd olaraq, şəxs olaraq, kişi olaraq ailəyə daha çox xidmət eləməyə elə bir ki, bir daxili borcumuzdur. Və biz gələk ailədə iki tirəliyi görək. Qadın bir tərəfə dartsın, kişi bir tərəfə dartsın. Qadın desin ki, mən müstəqiləm, öz büdcəm var, öz işim var, öz karyeram var. Sən zəhmət çək, get, uşağa da bax, nə bilim, xoraya da bişir, ailənin daxili qayğılarını da həll elə. Mən necə, sən də elə. Biz burada tam bərabərik. Həmin ailə olmayacaq, həmin ailə dağılacaq. Üzr istəyirəm, ailədə... Biz onu demirik, biz daha sivil formasını deyirik. Sizin deməyinizin axırı, yəni yekunu aparıb ona çıxardır. Yox, sizin dünya baxışlarınız fərqlidir. Ailədə qadın yeri qəbul olunmalıdır və kişinin də kişi yeri qəbul olunmalıdır. Azərbaycan qadını, Azərbaycan kişisinin həmin yerin qəbul eləyir. Azərbaycan kişisi də, Azərbaycan qadınının
həmin o ailəni tapşırır qadına. Yəni üzr istəyirəm, bizə kişi deyir evi çöldən tikər, qadın evi içəridən tikər. Bu iki tərəfli olmalıdır da. Kişi həm içəridən tikəcək, həm çöldən tikəcək. Onda bu arvadı nə edir, bu qadını nə edir? Amma bir məqam var ki, baxın, xanımlarımızın dediyi məqamlar düşünürük ki, gözümüzün qabağına əgər Azərbaycan cəmiyyətini, Azərbaycan ailəsini, Azərbaycan psixologiyasını gətirməsək, müəyyən mənada haqq qazandırıq. Amma Şaiq müəllim burada dediyi məqamlar, mən çox yaxşı ki, əslində çox yaxşı ki, Şaiq müəllimi dəvət eləmişik. Bu, bir çox məqamın əslində açarıdır. Dediyi məqamların, mən istəyirəm onu biraz biz üstündə duraq. Baxın, dedi ki, narkomanlar ki, kim ki qeydiyyatdan gəlir, onların çoxu anası baxımsız ailədəndir. Sonra bir çox başqa misal, işte bir çox misalları gətirdi ki, əslində çox zənginlərin uşaqları narkomandır. Xanım, əslində bu psixoloji məqamlara cəmiyyətin psixologiyası bu çox önəmlidir. Nurdə xanım, sizin bugün şikayət etdiyiniz məsələlər sırf cəmiyyət psixologiyasıdır. Və ona görə də mən istəyərdim ki, bizim müzakirəmizdə əslində Şaiq müəllim dediyi məsələləri daha dərininə gedək. Yəni biz onu, məsəl üçün sizin bugün burada kişilərlə bərabər yüksək səslə iddialı danışmanıza bax, buradan bir neçə qadın deyib ki, qadın da elə danışar, heç. Yəni bu psixologiyadır. Baxın, yəni məncə başını aşağı dikib susar. Qadınların özü etiraz edir. Qadınların özü. Yəni ona görə də bu psixologiyanı dəyişdirməliyik. Məncə biz kənara atmamalıyıq və əslində bu məqamları biz üstünə getməliyik ki, insanlar da bu dəyişsin, bu düşüncə dəyişsin. Onu dəyişmək istəyirik də biz. Ona görə də bax, indi mən qısa bir reklam fasiləsi eləyəcəyik və mən istəyirəm ki, daha çox psixologiyaya enək. Niyə bizim qadınlarımız bu psixologiyada böyüdür? Və bu psixologiyanı gəlin dəyişək, köklü dəyişək. Necə dəyişək? Onu birazdan biz reklam fasiləsindən sonra doğru dəyişək. Reklam fasiləsindən sonra bizdə orada bir xanım əyləşib. O xanım niyə əyləşib və nə danışacaq onu öyrənəcəyik və Facebookda bizdə burada insanlar Hafiz müəllim, siz danışdınız, indi icazə verin mən danışım. Bizdə Facebookda insanlar etirazları var, dəstəkləri var. Onları da səsləndirəcəyik qısa reklam fasiləsindən sonra.